İsrail ordusu İranın nüvə proqramına qarşı yönəlmiş Aslan milləti əməliyyatını həyata keçirib. Əməliyyat nəticəsində İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami öldürülüb. İran agentliyinin məlumatına görə hücumundan sonra onlarla yanaşı bir sıra hərbi komandirlər, elm adamları, həmçinin mülki şəxslər də həlak olublar. Belə ki, hava zərbələri nəticəsində İranın nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Fereydun Abbasi həlak olub. Agentliyin məlumatına görə İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində Sepah generalı Hatəm Əl-Ənbiya, mərkəzi qərargahın komandiri Qulaməli Rəşid də öldürülüb. Məlumata görə İran ali rəhbəri Seyid Əli Xameyninin müşaviri Əli Şamxani də zərbələr nəticəsində dünyasını dəyişib. İsrailin İrana hücumu nəticəsində mülki şəxslər arasında ən azı 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Zərər çəkənlərin Tehranda zədələnmiş binadan çıxarıldığı qeyd edilir. İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, əməliyyat lazım olduğu qədər davam edəcək. Hər iki ölkə hava məkanını bağlayıb. Jerusalem Post qəzeti yazır ki, İran nüvə obyektinə edilən zərbələrə cavab olaraq İsrail istiqamətində 100-dən çox pilotsuz uçan aparat buraxıb.